Salam qardaş, Bana salam təzə qardaş. villa tapsan, bu villada yerləşir belə. Qardaş, bir dənə villa tapmışam, Allah xeyir versin. Deməli, Razin Qaraçuxur yolunun üstündədir. Mərkəzi yolun üstü, Allahın izni ilə hamısını göstərəcəm. Şəxsi tikilidir. Yəni adam özü üçün tikir, satış məqsədi ilə tikilmiş ev deyil. 5 sotun üstündə, 3 mərtəbə, hər mərtəbəsi 120 kvadrat, ümumi 360 kvadrat. Sənədləri də soruşsaz tam qaydasındadır. Evdə yox sözü yoxdur qardaş, şəxsi tikilidir dediyim kimi. Adam özü üçün qurub, düzəldir, Allah xeyrin versin. İndi müəyyən səbəblərə görə satır. Amma satılası ev deyil, onu deyim, məlumatınız olsun. Videoda ətrafını göstərəcəm. Əziz dostlar, mərkəzi yolun üstü, Razin Qaraçuxur yolun üstü, 213 nömrəli məktəbin düz yanında. Həyətində bir dənə söhbətgahını götürüb, əzizim, bir dənə götürüb baxsın izləyicilərimiz. Ağaçlarıdır, dekorativ ağaçlar, söhbətgahıdır, yekə, geniş. Həyətin görürsüzə qardaş. Qarajıdır, birinci mərtəbə qarajdır, 2-3-cü mərtəbələrdə yaşayışdır. İndi ətraflı, əziz dostlar, göstərəcəm. Sənədlər dediyim kimi tam qaydasında. Qiymət də 680.000 manat. Real alıcı olsa danışma olacaq. Dostlar, təqdimata başlayıram. Diqqətiniz məndə olsun. Ya Allah, Allah xeyir versin, başlayaq. Kardeşim var. Bu da size dediğim merkezi yolun üstü.
Razin Qaraçul yolu üstü Arablinka yolu 146 nömrəli məktəb qarşıda. 213 nömrəli məktəb. Bu da Razinin hardasa 2-3 dəqiqəlik məsafəsi var dostlar. Neftçilərə də evin 10-12 dəqiqəlik məsafəsi var. Yəni bu evin yanından Neftçilər metro stansiyasına 10-12 dəqiqəlik məsafəsi var. Dostlar, nömrəm səhifədə var. Allah xeyir versin. Allah ev olmayanlara bu cür ev qismət eləsin inşallah. Zənginizi gözləyirik. Sağ olun, var olun.